Bu saytların hər biri fərqli biznes üçündür. Avtoyuma, dərzilik, kosmetika, gül və aksesuar mağazası. Mən onların hamısını eyni sistemlə GPT 5.6 və Codex-dən istifadə edərək hazırladım. Bu videoda sizə biznesi necə seçdiyimi, məlumatları necə hazırladığımı, qaydaları Codex skilinə necə çevirdiyimi və nəticəni biznesə təklif eləyəcək səviyyəyə necə gətirdiyimi göstərəcəm. Ən vacib məqam budur. Keyfiyyətli sayt bir cümləli promptdan başlamır. Əvvəl iki növ biznes axtardım. Birinci qrupun Instagram səhifəsi və real fəaliyyəti var, amma normal rəsmi saytı yoxdur. İkinci qrupun saytı var, amma köhnədir, mobil istifadəsi zəifdir və yaxud da müştərini əlaqəyə aparan aydın yolu yoxdur. Məsələn, Carvana üçün işlək rəsmi sayt tapa bilmədim. Leon Detailing'in isə saytı var, amma burada fürsət yeni sayt satmaq yox, redesign, PPF səhifəsi və daha yaxşı qiymət sorğusu yaratmaqda. Yəni sadəcə sayt varmı yox, mövcud rəqəmsal yol biznesə kömək eləyirmi sualını verin. Biznesi seçəndən sonra hələ Codex-i açmayın. Biznesin adını, sosial media hesabını, varsa saytını, əlaqə məlumatını və gördüyünüz əsas problemi ChatGPT-yə verin. Ondan biznesi əlavə araşdırmasını və nəticəni businessresearch.md faylı kimi hazırlamasını istəyin. Dosyada xidmətlər, hədəf auditoriya, brend tonu, rəqəmsal zəifliklər, sayt fürsəti, tövsiyə olunan səhifələr və əsas CTA'lər olmalıdır. Bir qayda xüsusilə vacibdir. Təsdiqlənmiş fakt, ehtimal və biznesdən soruşulmalı məlumat bir-birindən ayrılmalıdır. AI qiymət, ünvan, müştəri rəyi, zəmanət və statistikanı özündən uydurmamalıdır. Məqsəd uzun sənəd yaratmaq deyil. Məqsəd Codex-in təxmin etməli olduğu boşluqları azaltmaqdır. Sonra biznes üçün sadə bir qovluq yaradın. Qovluğa businessresearch.md, biznesin loqosu və istifadə edə biləcəyimiz şəkilləri əlavə edin. Faylların adını aydın yazın ki, Codex hansı materialın nə üçün olduğunu başa düşsün. Bu fayllar Codex-ə nə hazırlamalı olduğunu deyir. Amma yaxşı saytın necə hazırlanacağını demək üçün bizə keyfiyyət qaydaları da lazımdır. UI UX, responsive design, accessibility, performance, conversation və front-end keyfiyyəti haqqında qaydaları Markdown fayllarında toplayın. Sonra Codex-ə həmin qaydaları oxuyub reusable website skilinə çevirməsini tapşırın. Skill Codex-in hər yeni layihədə istifadə edə bildiyi iş qaydasıdır. Beləliklə yüzlərlə sətirli standartı hər promptda yenidən əlavə eləmirsiniz. Biznes məlumatı hər layihədə dəyişir, amma keyfiyyət standartını sıfırdan başlamır. Saytların generik şablon kimi görünməsində əsas fərqlərdən biri budur. İndi biznes qovluğunun içərisində Codex-i açın. Onu əvvəl bütün materialları oxumasını, website skillindən istifadə eləməsini və biznes üçün fərdiləşdirilmiş mobile first sayt hazırlamasını deyin. Məsələn, Carvana üçün yalnız avtoyuma saytı hazırla yazmırıq. Deyirik ki, 24/7 üstünlüyünü ilk ekranda göstər, xidmətləri aydın təşkil elə, WhatsApp-a çevrilən qiymət sorusu yarat və araşdırmada olmayan qiymət, zəmanət və statistikanı uydurma. Codex saytı qurduqdan sonra brauzerdə desktop və mobil görünüşü yoxlasın, düymələri test etsin, lint və production build-i işə salsın. İlk nəticəni final qəbul eləməyin. Problem varsa daha gözəl et yox, konkret düzəliş verin. Problem nədir, hansı hissə qorunmalıdır və nəticə necə görünməlidir? Eyni sistemin nəticələri biznesi görə dəyişir. Carvana'da 24/7 xidmət və qiymət sorğusu önə çıxır. Montero'da premium dərzilik və konsultasiya rezervasiyası var. Rossa'da buket hissə görə seçilir və sifariş WhatsApp-a keçir. Nərgiz Shop'da məhsullar və 7 filial bir mərkəzdə toplanılır. She-Art'da kolleksiya, səbət və WhatsApp checkout var. Yəni professional sayt sadəcə gözəl rəng və animasiya deyil, biznes modelinin düzgün səhifə strukturuna və müştəri yoluna çevrilməsidir. Biznesə sizə AI ilə sayt düzəltdim yazmayın. AI sizin alətinizdir. Biznesin aldığı şey isə nəticədir. Belə deyə bilərsiniz. Sizin sosial media auditoriyanız var, amma xidmətləri seçmək və əlaqəyə keçmək çətindir. Mən bu prosesi daha aydın eləyən mobil sayt konspekti hazırladım. İstəsəz qısa şəkildə sizə göstərə bilərəm. Əvvəl problemi göstər, sonra demonun həmin problemi necə həll elədiyini göstər və yalnız bundan sonra layihənin skop və qiymətini danış. Satış və real nəticə yoxdursa, onu uydurmayın. Hazırladığınız işi özəl demo konsepti kimi təqdim edin. Sistem budur. Düzgün biznesi tap, ChatGPT ilə araşdırma dosyasını hazırla, materialları qovluqda topla, qaydaları skilə çevir, Codex ilə saytı qur və nəticəni biznes dəyəri kimi təqdim et. İndi siz bir biznes seçin və ilk olaraq onu businessresearch.md faylını hazırlayın. Bu cür real AI workflowlarını öyrənmək istəyirsinizsə, kanala abunə olun.